Var ruh səviyyəsində xoşbəxtlik, var zehin, bir də var bədən. İndi niyə bura gətirdim söhbət? Dünyada istənilən bir nüans olsun, stres, uğur, xoşbəxtlik, evlilik, bu çəkiliş, aparıcı olmaq, psixoloq olmaq, terapist, şəfaçı və s. Hər şey üçün bir dənə parametr lazım deyil. Onların bir çoxu insanda olmalıdır ki, o tam olsun. Doğru. Axı yəni, sən bir məhsuldan ibarət deyilsən. Bir məhsuldan olmaz. Misal, baxıram, belə düşünək də, bir sözlə xoşbəxt olan var sanki və bir nüansdan xoşbəxt olmaq olmaz. Bax, misal, adi bir xoşbəxtliyi götürsək, xoşbəxt olmaq 3 əsas parametr olmalıdır insanda. Var bunun içində ruhun xoşbəxtliyi, var zehnin xoşbəxtliyi, bir də var bədənin xoşbəxtliyi, bədən səviyyəsində. Fərz elə, sən zehin olaraq çox ağıllı bir qadınsan. Beynin zəhər kimi işləyir. Ruh olaraq da, ruh nə vaxt xoşbəxt olur? Allahla kontaktda, yaradan. Meditasiya eləyirsən, dua eləyirsən, ruhun əladır və zehnin açıqdır, hər şeyi görüb qavraya bilirsən. Amma gəl ki, dişin ağrıyır. Xoşbəxt ola bilərsən? Yox. Niyə? Bədəndə sağlamlıq pozulub. Adi bir parametri çıxardığımız anda xoşbəxt olamırsan. Və ya deyək bədənin sağlamdır. Ya da xoşbəxtliyin fərqinə varmırsan. Və fərqinə var, ağrı qoymur axı. Ağrımağın özü də bir hardasa bir xoş hiss də verir ki, əslində ağrımağın özünü də şükür eləmək lazımdır. Şükür eləmək lazımdır, amma bəzi ağrılar var ki, qoymazaq xoşbəxt olasan. Gərək o da tam ola. Uzun çəksə, hə, doğru. Misal, deyək sən bədən olaraq sağlam bir qadınsan, ağıl olaraq da çox ağıllısan, zəhər kimi işləyir beynin. Gəl ki, ruhunda boşluq var. Nə dua eləyirsən, nə yaradanı xatırlayırsan. O birsiz nə olur? Çox adam var ha belə. Yəni çoxlu imkanı var, ağlı savadı, 5 dil bilir, bədəni sağlamdır. Hər axşam ürəyi darıxır, sıxılır. Niyə? Ruh yaradanla kontaktda huzur tapır. Bir dənə ruhsal münasibəti yoxdur. Bəzilərində ruhla münasibət əladır yaradanla, bədəni əladır, sağlamdır. Gəl ki, bunun zehni pozitivdə deyil, neqativdədir. Yenə xoşbəxt olanmaz. Yəni 3 parametrin üçü də olmalıdır və uğurlu olmaq da bura aiddir. Bir insanın uğurlu olması üçün, misal, bir çox videolar var da, motivasiya tipli, belə elə, idman elə, tullan, düş, neylə. Bundan olmur. Misal, uğurlu olmaq üçün bir çox parametr bir yerdə olmalıdır. Murad burada danışırsa, Muradda nitq olmalıdır. Misal, nümunə gətirirəm də. Nitq olmalıdır, onda söz bazası olmalıdır, işi bilməlidir, oturuşu olmalıdır, müəyyən bir xarizması olmalıdır. Qorxusuz olmalıdır kameradan, mikrofondan. Yəni sadəcə Muradın burada oturub danışması üçün ən azı 20 parametr lazımdır. Yəni bu stressdən qurtulmaq üçün də sadəcə elə stressdən qurtulum ola bilməz. Və bunun üçün düşündüm ki, bütün parametrləri bir-bir araşdırıb düzəltmək lazımdır. Və onun üçün bunun içində kitabda nə yazdım? Öz sevgi nədir, necə düzəlir, buna aid hekayə, psixoloji analiz və düzəltmə şəkli. Yəni metodlarla. İnsanlarla münasibət. Və onun için əlavə elədim, çox şey var da, auranı gücləndirmək. Məsələn, aura çox önəmlidir. Yəni, məsələn, bu proqrama yox, televiziya olsun, har-or olsun. Yüzlərlə insan da gəlir, gedir də, elə deyil. Hər kəsin sizcə aurası odunmu? Bəli. Hər kəs yüksək aurada və frekansda deyil ki. Və ya liderlər vardır, dünyada çox liderlər var. Hər lider o xarizmada deyil ki, aurası insanları valeh eləsin. Gərək o aurada, o parametrin içində ola. Və ən önəmli, o aurada burada yer alır. Özünü rahatlatmaq, zehnini rahatlatmaq. Yəni, stressdən qurtulmaq üçün bir çox parametr olmalıdır. Bəzən ola bilər ki, sənin ruhun aram olar, bədənin də yaxşı olar, zehnin də yaxşı olar. Deyərsən ki, niyə stressdən çıxmıram? Çünki sənin finansal problemin var. Bəzən $100.000 borcun var. Sən necə stressdən çıxasan? Axı gərək finansal da olasan. Ona görə finansı da əlavə elədim. Əslində hə, vacib. Həyatda hə, yaşamağın üçün vacib olan amillər. Ən önəmli amillərdir. Yəni amma təkcə pul da əldə edən bir çox parametrlər bir. Pulu ola bilənin ağlı olmaya bilər. Ağlı ola bilənin, nə bilim, insan biraz da sevgi ilə işləyən varlıqdır da. Biz sevgisiz qalanda ac oluruq.